Bir dilim ağ çörək yediyimiz zaman mədəmizdə nə baş verir? İndi sizə bunu real şəkildə göstərəcəm. Deməli, bir dilim çörək götürürsüz və bu çörəyi bir dolu stəkan suyun içərisinə salıb bir neçə dəqiqə gözləyirsiniz. Baxın, çörək şişir və bu cür yapışqan bir kütləyə çevrilir. Görün bu çörək bizim bağırsaqlarımıza necə təsir göstərir. Ağ undan hazırlanmış çörək, şirniyyat yaxud da ki bulkalar tərkibində gluten maddəsi çox olan məhsullardır. Statistikaya görə isə bu gün Azərbaycanda hər 10 nəfərdən biri məhz gluten həssaslığı yaşayır. Yəni bu insanlarda bədən gluteni həzm edə bilmir. Nəticədə isə bağırsaqlarda şişkinlik, həzmsizlik, köp, qaz, ishal və qəbzlik problemləri ortaya çıxır. Yəni bağırsaq floraları pozulur. Əgər sizdə sağlam bir bağırsaq florası istəyirsinizsə, simbiotik tabletlərindən istifadə edə bilərsiniz. Simbiotik tabletləri bildirim ki, dərman deyil. Bu məhsulun içərisində bağırsaqlarımız üçün faydalı olan bakteriyalar, yəni probiotik və prebiotiklər var. Bəzən sadəcə probiotik içmək kifayət eləmir. Çünki bu probiotiklərin yaşaması üçün də bağırsaqlarda bizə prebiotiklər lazımdır. Bu məhsulun tərkibində olan prebiotiklər bağırsaqlarımızdakı faydalı bakteriyaları qidalandıraraq onların çoxalmasına səbəb olur. Nəticədə isə bağırsaq floramız bərpa olur, bədəndəki iltihabi proseslər aradan qalxır və şişkinlik, köp, ishal və qaz problemləri də yoxa çıxır. Bağırsaq pozulmaları zamanı həkimlər gündə bir dəfə yemək arası 5-10 gün müddətində bu tabletlərdən alıb istifadə etməyi tövsiyə edirlər. Bildirim ki, qutunun içərisində 2 ədəd list var, yəni siz sadəcə bunun bir listini alıb istifadə edə bilərsiniz. Bəzən bir problemi tapmaq üçün günlərlə həkim gəzməli oluruq, amma süfrəmizin üzərinə qoyduğumuz çörəkdir, şirniyyatdır, bunları görmürük. Ümumiyyətlə sağlam həyat sağlam qidalanmadan başlayır. Çalışın ki, bunu nəzərə alasınız. Bağırsaqlarınızın sağlamlığını isə sağlam qidalarla yanaşı poş istehsalı olan simbiotik tabletlərinə etibar edə bilərsiniz. Bildirim ki, məhsul bütün apteklərdə mövcuddur.